Salam hörmətli izləyicilərim. Bugün belə bir ulduzlu bir naxışın toxunmasını istəyirəm göstərim. Uşaqlar üçün toxunmağa daha yaxşıdır. Çox gözəl bir naxışdır. Toxunması da asandır. Elə çətin bir naxış deyil də. 6-6 yığırıq milimizin üstünə. Sapındakı 100 qramlıq 250 metrəlik sapdır. Bu üstündəkilər gül toxuyurdum. Ondan artıq qalan saplardı. Bunun üstünə çiçəklər qoydum. Belə ulduzlar. Ulduzdur əslində. Bunun üçün belə bir ipimi götürürəm. Burada 20 ilmek yığıram. 6-6 ilmeklərdən əmələ gəldiyinə görə 20 yığıram. 18, 2 də kənar ilmek üçün. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmek yığdım milimin üstüne. Bunu da kəsirəm. Yəni indi mən rezinka toxuyan deyiləm yenə. 200-dən də tərs toxuyacağım ilməkləri. Bura düz üzüdür. Birinci ilməyi toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri də hamısını tərs toxuyuram. Axırıncını da tərs toxudum. Tərs üzdən də yenə hamısını tərs toxuyuram. İndi bura düzdür. Düz üzdən ilməklər hamısı düzdür. İndi bu sapımı, ikinci rəng sapımı bağlayıram bura. İndi bu rəng sapımla başlayıram toxumağa. Kənarı götürdüm, tərs toxudum. Burada bu birinci ilməni düz toxudum. Bu ikinci ilməni 2 dəfə toxuyuram. Üçüncünü də düz toxudum. Bu ilməni toxumuram, götürürəm bir ilmə. Yenə birini toxuyuram, düz. İkinci ilməyi 2 dəfə toxuyuram.
Üçüncüyü de düz toxudum. Dördüncünü götürürəm. Yenə birinci ilməni düz toxudum. İkinci ilməni 2 dəfə toxudum. Üçüncünü də yenə bir dəfə. Dördüncünü götürürəm, toxumuram. Bir dəfə toxudum. 2 dəfə toxudum. Bunu da bir dəfə toxudum. Bunu da götürdüm. Bir. Bunu 2 dəfə. Bunu da bir dəfə. Kənardan bir ilmə götürürüm. Kənarda ilmə olsun. Ona görə. Bunu da tərs toxuyuram. Tərs üzdən kənardakini götürürəm. Bu ilməni götürdüm. Bu ikincini açdım. Sonra təzədən qaytarıram bura. Bu 3 ilməni üçünü də bir yerdə. Bir ilmə çıxardıram. Birini artırıram. Yenə birini çıxardım. 3 ilməkdən 3 ilmək. Artma, eksilmə olmadı. Toxumadığımı yenə toxumuram. Yenə bu birincini götürürəm. İkincini açdım. Bunları qaytarıram bura. Bu üçünü bir yerdə. Üçündən 3 ilmək. Birini çıxardım, birini artırdım. Yenə birini çıxardım. Yenə bunu götürdüm, toxumadım. Ortadakı ilməni açıram. Uzatmışdım bayaq. 2 dəfə toxumuşdum. İndi üçündən bir ilmək çıxardım, bir artırdım. Yenə bir dəfə. 3 ilməkdən 3 ilmək. Toxumadığımı yenə toxumuram. Birini çıxarıram, bir artırma eləyirəm. Yenə birini çıxardım. Bunu yenə götürdüm. Birincini götürürəm, ikincini açıram. Sonra bu üçünü bir yerdə 3 ilməkdən 3 ilmək çıxardıram. Kənardakini də toxudum. İndi bura düz üzdür. Düz üzdən təzədən bu ipi sapımı alıram. Birincini toxudum, kənar ilməyi rəng dəyişdiyinə görə. Bu ilməkləri də düz toxuyuram hamısını. Toxumadıqlarımı da yenə toxuyuram. Kənardakini də yenə tərs toxudum. Formada. Arxa üzdən hamısını tərs toxuyuram. Kənardakini götürdüm. Qalan ilməkləri tərs toxuyuram. Axırıncını da tərs toxudum. Formada belə bir ulduzlar alınır. İndi burada təzədən bunu götürürəm. Kənardakı yenə rəng dəyişdiyimə görə toxuyuram. Birinci ilməni toxudum. İkinciyini də düz toxudum. Burada naxşı araya salıram burada. Birini toxuyuram. Bu bir ilməkdən
2 ilmek çıxardıram. Yanındakini yenə düz toxudum. Yenə birini götürdüm. Birini toxuyuram. 2 ilmek çıxardıram. Üçüncünü də tək toxudum. Dördüncünü götürürəm, toxumuram. Yenə birincini toxudum. İkincini 2 dəfə çıxardım. Üçüncünü yenə bir dəfə toxudum. Dördüncünü götürdüm. Buranı da eyni toxuyuram. Birini toxudum. Bunu 2 dəfə toxuyuram. Burada çıxardıram. Tərs üzündən yenə kənarı götürürəm. Bunu toxudum. Bu toxumadığım ağ ilməni yenə toxumuram. Bunu götürürəm. Bu 2-3 ortadakı ilməyi açıram. Yenə təzədən qaytarıram bura. Üçündən bir ilmək çıxardıram. Bir artırma elədim. Birini toxudum yenə. 3 ilməkdən 3 ilmək. Bu ilməyi toxumamışdım, yenə toxumuram. Bu ortadakı ilməyi açıram. Üçündən 3 ilmək çıxardıram. Bunu yenə götürdüm. Bunu çıxardıram. Ortadakı ilməyi açdım. Bunları qaytarıram dala. 3 ilməkdən yenə 3 ilmək çıxardıram. Toxumadıqlarımı hamısını belə götürürəm. Toxumuram yenə. Ortadakini açıb təzədən qaytarıram bunları yerinə. Bu 3 ilməyi üçündən yenə 3 ilmək çıxardıram. İndi düz üzdən yenə sapı dəyişirəm. İlməkləri hamısını düz toxuyuram. Toxumadıqlarımı da toxuyuram. Belə arxadan da hamısını tərs toxuyuram. Kənarı götürürəm, qalan ilməkləri tərs toxuyuram. Formada belə bir ulduzlar alınır. Burada yenə birinci sırada necə eləmişdiksə, buradan yenə o formada da təzədən toxuyuruq. Formada belə bir yaxşı alınır. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.